Yol polisi tərəfindən avtomobil saxlanılarkən ilk olaraq sürücü avtomobili tərk etməməlidir. Bu halda dövlət yol polisi əməkdaşı sürücüyə yaxınlaşmalı, özünü təqdim etməli və sürücüyə hansı yol hərəkəti qaydasını pozduğunu görə saxladığını elan etməlidir. Həmin vaxtda dövlət yol polisi əməkdaşı əgər sürücüdən nəqliyyat vasitəsini idarə etmə hüququ haqqında şəhadətnaməsini, nəqliyyat vasitəsinin mülkiyyət hüququnu təsdiq edən şəhadətnaməni və əgər sürücü tərəfindən bu avtomobil etibarnamə əsasında idarə edilirsə, etibarnaməni tələb etmək hüququna malikdir və bu tələbləri yerinə yetirmək sürücünün vəzifəsidir. Eyni vaxtda, əgər yol polisi əməkdaşı tərəfindən sürücünün tibbi müayinədən keçirilməsi tələb edilirsə, təbii ki, sürücü də bu halda bu göstərişə də tabe olmalı və tibbi müayinədən keçməlidir. Qalan digər bütün hallarda, əgər dövlət yol polisi əməkdaşı tərəfindən sürücünün avtomobili tərk edilməsi belə deyək, tələb edilirsə, bu tələb əsassız bir tələb olacaq. Əgər ki, avtomobilinizdə belə deyək, yoxlama aparılırsa, çox məsləhət olar ki, eyni vaxtda siz də avtomobildən düşəsiniz, həmin yoxlamada iştirak eləsiniz. Çünki bu, sonradan sizin avtomobildə aparılan yoxlamanın, belə deyək, nəticələrini təsdiq edən protokolda qeydlərinizin edib etməməyinizə dair əsaslarınızda çox böyük və mühüm rol oynayacaqdır. Buna görə də məsləhət olunur ki, həmin vaxtı, yəni avtomobilinizdə, belə deyək, hər hansı bir baxış və ya axtarış əməliyyatları keçirərkən siz özünüz də bunda iştirak eləyəsiniz. Murad Əliyev soruşur. Mənzildən qeydiyyatdan çıxarma ilə bağlı iddia ərizəsinə forma 2 sayılı arayışın əlavə olunması və alqı-satqı müqaviləsinin əlavə edilməsi mütləqdirmi? Əgər həmin arayış mənzil kommunal istismar sahəsi tərəfindən vətəndaşa təqdim edilmirsə, bu halda vətəndaş nə etməlidir? Bununla bağlı nəzərinizə çatdırım ki, iddia ərizəsinə əlavə edilməsi mütləq olan sənədlərin siyahısı mülki prosessual qanunvericilikdə müəyyən olunmuşdur. Ümumiyyətlə, bu cür iddialarla bağlı forma 2 sayılı arayışın və alqı-satqı müqaviləsinin iddia ərizəsinə əlavə edilməməsi iddia ərizəsinin məhkəmə tərəfindən geri qaytarılması üçün əsas deyil. Bu, iddianın sübut olunmağına dair sübut etmə vasitələrindən biridir və həmin arayış sizə belə deyək, təqdim edilmirsə, bu halda siz məhkəməyə müraciət edə bilərsiniz, sübutların təmin olunmağına dair vəsatətlə və məhkəmə həmin vəsatəti təmin edərək sorğu ilə forma 2 sayılı arayışı mənzil kommunal istismar sahəsi tərəfindən tələb edə bilər. J.A bizdən soruşur ki, evlidir və bir uşağı var. Yoldaşından ayrılmaq qərarına gəlib, bu halda uşaq onunla qalacaqmı, qalmayacaqmı və boşandıqdan sonra həyat yoldaşından nələri tələb edə bilər? Bununla bağlı nəzərinizə çatdırım ki, əgər qızınız, yəni övladınız azyaşlıdırsa və 10 yaşına qədərdirsə, həmin halda uşağın kiminlə qalıb-qalmama məsələsi məhkəmə tərəfindən müəyyən olunur. Və bu məsələdə qəyyumluq və himayəçilik orqanının verdiyi rəy xüsusi rol oynayır. Amma bütün hallarda bizim Respublikamızın qoşulduğu BMT-nin Uşaq hüquqları haqqında konvensiyasında da qeyd olunmuşdur ki, müstəsna şərait istisna olmaqla heç bir halda azyaşlı uşaq anasından ayrılmamalıdır. Əgər sizin psixoloji probleminiz və yoxdursa, narkoloji, alkoqolizm, psixoloji xəstəliklərdən əziyyət çəkmirsinizsə və eyni vaxtda qəsdən olan cinayətlərə görə məhkum edilməmişsinizsə, təbii ki, bütün hallarda azyaşlı uşağınız sizinlə qalacaq. Əgər uşaq 10 yaşından yuxarıdırsa, o halda uşağın atanın və ya ananın yanında qalma məsələsi sırf uşağın öz fikri ilə müəyyən olunacaqdır. Boşandıqdan sonra isə həyat yoldaşınızdan uşağın sizin yanınızda qalıb-qalmamağından asılı olaraq aliment tələb etmək hüququnuz var. Birgə nigah dövründə daşınar və ya daşınmaz əmlak əldə etmişsinizsə, həmin əmlaklarda payınızı müəyyən edə bilərsiniz. Bu, məhkəmə qaydasında olacaqdır.
Vətəndaşlardan Ş.İ soruşur ki, yeni tikilən binadan müqavilə əsasında mənzil əldə etmişdi. Mənzilin 11 ayının pulunu ödəmiş, lakin müqavilə notarial qaydada təsdiq olunmamış və tikintini aparan hüquqi şəxs müqaviləni notarial qaydada təsdiq etməkdən imtina etmişdi. Soruşur ki, müqavilənin notarial qaydada təsdiq olunmaması onun üçün hansı mənfi nəticələrə gətirib çıxar? Bununla bağlı nəzərinizə çatdırım ki, tikinti şirkətləri ilə müştəri arasında bağlanan mənzilə dair müqavilənin notarial qaydada təsdiq olunması qanunvericiliklə məcburi deyil. Həmin müqavilə tərəflər arasında təsdiq olunması, yəni müştərinin imzası və müqavilə bağlanılan digər tərəf hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası və möhrü ilə təsdiq olunmalıdır. Bu müqavilələrin son dövrlər notarial qaydada təsdiqinin məcburi olmaması və dövlət qeydiyyatının aparılmaması çox əksər hallarda mənfi hallara gətirib çıxarsa da, hazırda qanunvericiliklə müqavilənin notarial qaydada təsdiq olunma məcburiliyi yoxdur. Qeyri-kommersiya hüquqi şəxsi kimi qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınması Azərbaycan Respublikasının QHT-lər haqqında qanunu və hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunu ilə tənzimlənir. Həmin qanunvericilik müddalarını rəhbər tutaraq QHT statusu almaq istəyən qurum ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına, yəni Ədliyyə Nazirliyinə müraciət etməlidir. Həmin ərizə təsisçilər və ya təsisçi tərəfindən imzalanmalı və ərizə notariat qaydada təsdiq edilməlidir. Ərizədə göstərilən məlumatlar təsisçinin adı, soyadı və onun şəxsiyyətini təsdiq edən sənəd. Əgər təsisçi hüquqi şəxsdirsə, həmin hüquqi şəxsin adı, olduğu yer və qeydiyyat şəhadətnaməsinin nömrəsi qeyd olunmalıdır. Digər məlumatlar da həmçinin ərizədə zəruri və vacib olan digər məlumatlar qeyd olunmaqla yanaşı, ərizəyə əlavə edilən sənədlərin siyahısı qanunda müəyyən edilmişdir. Həmin sənədlərə QHT statusu almaq istəyən qurumun nizamnaməsinin və təsis qərarının sürəti, həmçinin dövlət rüsumunun ödənilməsinə dair sənəd və hüquqi şəxsin hüquqi ünvanını təsdiq edən sənədin surəti əlavə edilməlidir. Təsisçilər fiziki şəxsdirsə, həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, hüquqi şəxsdirsə nizamnaməsinin və qeydiyyat şəhadətnaməsinin surəti əlavə olunmalıdır. Qeyd edilən sənədlər və ərizə müvafiq icra hakimiyyəti orqanına təqdim olunduqda, ərizə 2 nüsxədə təqdim olunmalı, surəti isə ərizəçiyə ərizənin qəbul olunma vaxtı qeyd edilməklə geriyə qaytarılmalıdır. Qeyd olunan sənədlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edildikdən 40 gün müddətində QHT-nin qeydiyyatı həyata keçirilməlidir. Belə ki, bu sənədlərin, yəni ərizənin və ərizəyə əlavə olunan sənədlərin Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunlarına uyğunluğunu yoxlama məqsədi ilə 30 gün müddətində araşdırma aparılır. Zərurət olarsa, həmin araşdırma müddəti əlavə olaraq 30 gündə artırıla bilər. Əgər ərizə və ona əlavə olunan sənədlərdə imtinaya səbəb olmayan çatışmazlıqlar olarsa, həmin vaxt müvafiq icra hakimiyyəti orqanı müraciət etmiş şəxsə qeyd olunan çatışmazlıqları aradan qaldırmaq üçün 20 gün müddətində əlavə vaxt verə bilər. Bu müddət ərzində ərizəçi tərəfindən qeyd olunan çatışmazlıqlar aradan qaldırılmazsa, onda bu hüquqi şəxsin, yəni QHT-nin dövlət qeydiyyatına alınmasından imtina üçün əsaslardan biri olacaq. Buna görə də məsləhətdir ki, həmin müddət ərzində imtina üçün əsas olmayan çatışmazlıqlar aradan qaldırılsın. Və ərizəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra və sənədlərin qanunlara uyğunluq məsələsi yoxlanıldıqdan sonra 10 gün müddətində QHT-nin dövlət qeydiyyatı aparılmalı və bu barədə qeydiyyat şəhadətnaməsi verilməklə ərizəçiyə dövlət reyestri haqqında belə deyək, çıxarış təqdim olunmalıdır. Bütün bu prosedurlardan sonra QHT hüquqi şəxs statusu almış hesab edilir və QHT-yə təqdim olunan dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarış, möhrün, belə deyək, QHT-nin blankının və digər sənədlərinin hazırlanması üçün əsas olan sənədlərdir və bunlar üçün başqa digər sənədlər tələb edilmir.
QT-nin dövlət qeydiyyatına imtinasından əsaslar dövlət reyestri haqqında və dövlət qeydiyyatı haqqında qanun və QHT-lər haqqında qanunda göstərilmişdi. Belə ki, qanunda qeyd olunan həmin əsaslardan başqa heç bir əsas qeydiyyatdan imtina üçün əsas ola bilməz. Bu əsaslar aşağıdakılardır. Əgər QHT statusu almaq istəyən qurumun təqdim etdiyi ərizə və ona əlavə olunan sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunlarına ziddirsə və ya QHT-nin fəaliyyət prinsipləri, məqsədləri özü qanunvericiliyə zidd olarsa, bu halda qeydiyyatdan imtina edilir. Və sonuncu bir əsaslardan biri də odur ki, firma adlarının qorunması məqsədi ilə qanunvericiliyin tələblərinə əməl olunmadıqda və ya eyni adlı artıq əvvəllər eyni QHT qeydiyyata alınıbsa, bu halda da qeydiyyatdan imtina edilir. QHT-nin qeydiyyatından imtina olunmasına dair müvafiq icra hakimiyyəti orqanı bu barədə yazılı qərarı olur və yazılı məktubla cavab verir. Hökmən həmin yazılı məktubda imtinaya əsas olan səbəb və bu səbəbi tənzim edən qanunvericiliyin müvafiq norması, maddəsi göstərilməlidir. Qeyd edilən imtina üçün əsas olan qərardan qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə mübahisəsi açmaq olar. Fərdi yaşayış evlərinin tikintisi Azərbaycan Respublikasının 29 iyun 2012-ci il tarixdə qəbul olunmuş, 1 yanvar 2013-cü il tarixdə qanuna qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsinin müddaları ilə sadələşdirilmişdir. Bu prosedur qaydaları həmin məcəllənin 79-80-ci maddələrində öz əksini tapmış və həmin müddalara görə fərdi yaşayış evi tikmək istəyən şəxs, yəni fərdi yaşayış evi hündürlüyü 12 metrdən çox olmayan, mərtəbələrinin sayı 3 və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evinin tikintisi üçün icazə tələb olunmur. Həmin fərdi yaşayış evinin tikintisində layihə planlaşdırma bölməsinin hazırlanması tələb olunur və bu fərdi yaşayış evinin tikintisi üçün məlumatlandırma icraatı tətbiq edilir. Binanın və fərdi yaşayış evinin layihə planlaşdırma bölməsi ərazinin müfəssəl planına uyğunlaşdırılmalıdır və bu planlaşdırma layihə müvafiq icra hakimiyyətinə təqdim edilməli. 3 ay ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən irad bildirilmədikdə isə sifarişçi tikintiyə başlaya bilər. Həmçinin nəzərinizə çatdırıb ki, mülkiyyətinizdə olan torpaq sahəsinin hasarla alınması üçün də tikintiyə icazə tələb edilmir. Belə ki, bu halda hasarın hündürlüyü 2 metr 20 santimetrdən yuxarı olmamalıdır. Belə olan halda artıq məlumatlandırma icraatı tətbiq edilir və bayaq qeyd edildiyi kimi fərdi yaşayış evinin tikintisinə uyğun olan məlumatlandırma icraatı tətbiq ediləcəkdir.